kasıbçılıq bir eyb və nöqsan deyil. Məsələ bu idi ki, o kasıb ki, kasıbçılığın bilmir və özün öz yükündən artıq yüklə yükləyərək çətinliklərə salır. Və sonra da yükünün öz tutarından artıq olduğuna görə yalancı çıxır və utanır. İkinci tayfa o varlılar idi ki, Allahın verdiyi neymətlərə qarşı şükürsüzlük eləyirlər. Allahın neymətlərin Allahdan görmürlər və bu var dövlətin bunlara aid olduğunu düşünürlər. Yələndiklərinin, əleyhissalam, bunlara aid olduğunu düşünürlər. Və elə bilirlər ki, bunlar özləri qazanıb və verəcəkləri filan da yoxdur. İkinci də şükürsüz varlılar idilər. Allahın neymətini Allahdan görməyib nankörlük eləyən varlılar. Üçüncü ki, keçən həftə onu oxumuşduq. Əv bəxilən ittəxəzəl buxlə bihəqqilləhi vəfra. Paxıllar idi. Üçüncü dəstə paxıllar idi. O paxıllar ki, Əmir-əl-Müminin əleyhissalam buyurur ki, bu cəmiyyətin bir qrup, bir sinfi də o sinif insanlardılar ki, ilahi hüquqları ödəməməklə var dövlətlərinin artmasını düşünürlər. İlahi hüquqları ödəməklə də var dövlətin azalmasını zənn edirlər. Elə bilirlər, məsələn, Allaha aid olan haqları versə, bunun var dövləti azalacaq. Məsələn, xumsun versə, bunun pulundan gedəcək. Məsələn, Allahın boynumuzda olan haqlarından həccə getsə, bunun pulundan azalacaq. Bu da həcc də maşallah elə günü-gündən qalxır. Zahirən də elə adama o cür gələr ki, adamın pulu azalar. Amma əsl həqiqət bu cür deyil. Allahın haqqını verməklə insanın ruzusu azalmaz, nə də var dövləti azalmaz. Əlbəttə, burada çətin bir məsələ də yoxdur. İnsan biraz düşünə bilsə ki, bu əlimdə olanı mənə kim verib, ona qaytarmaqda narahatçılıq və çətinlik çəkməz. Bu ki, insan o gələn var dövlətin əlində olan sərmayənin hardan gəldiyini tapa bilməyib, ona görə indi hara verməyini də bilmir. Əgər insan bilsə ki, bu əlindəki hardan gəlib, verəcəyi yerlərdə asan müəyyənləşdirər. Ona görə meyarlar bizdə qarışıb. Hardan gəldiyini bilmirik deyə, hara verəcəyimizi də bilmirik. Lazımlılar qalıb, ancaq lazımsızlara xərcləyirik var dövlətimizi. Zərurilər qalıb, ancaq qeyri-zərurilərə xərcləyirik. Hətta vacibatımız qalıb, müstəhəbbata xərcləyirik. Niyə? Çünki o gəlirin mənbəyini tapa bilməmişik. Kimin verdiyini dərk eləyə bilməmişik. Yoxsa çox asan olar biləndən sonra ki, kim verib, onun özünə qaytarmaqlı. Baxın, mən adi bir dənə misal deyim. Bu məsələlərlə bağlı bəzi mövzularda misal çəkmişik, elə yenə də yeridir. Məsələn, hansı toylara gedirsiniz? O toya ki, dəftərdə bugün səni toya çağıranın adı var. Elə deyil. O toya gedirsən ki, sənin oğlunun toy dəftərində onun adı var. O adamı ki, sənin oğlunun toy dəftərində adı yoxdur, ora getmirsən. Deyirsən, niyə? Mən bundan qabaq, mən də övlad toy edirdim də, çağırmışdım, gəlməmişdim. İndi mən də getmirəm. Baxın, özdən nə qədər yazdırıb, o qədər yazdırmalısan. 20 manatdır, 20 manat, 50 manatdır, 50 manat, 100 manatdır, 100 manat. Ondan aşağı ki olmaz, yuxarı baş ucalığında, amma aşağı ki olmaz da borcdur bu sənin üçün. İndi Mingəçevirdə bir toya 100 manat yazdırmaq faciədir də. Düzdür deyil. Amma bir nəfər sənin üçün yazdırıbsa 100 manatı nə edirsən? Məcbur olaraq yazdırırsan. Görsən öz ünvanına qaytardın 100 manatı. Çünki bilirdin ki oradan 100 manat gəlir. Adam bilsə əlində olanlar hardan gəlib, onu ünvanına qaytara bilər. Bilmir və elə bilir ki, özü əldə eləyib, ilahi hüququ ödəməkdə paxıllıq eləyir. İnsan dəftərinə baxsa, yaxşı baxsa görər ki, orada heç kimin adı yoxdur. Bir dənə ad var, o da Allahdır.
Biz Həsəni, Bəkri, Zeydi, Qasımı, Məmmədi görürük dəftərdə. Amma həyat dəftərimizdə Allahı görə bilmirik. Ona görə də qaytara bilmirik özünə. Ona görə də özünə verə bilmirik. Pul nə qədər istəyirsən var. Məkkəyə getmir. Bəhanəsi nədir? Hələ hazır deyiləm. Nəyə hazır deyilsən? Peyğəmbər buyurdu, bir nəfərin imkanı ola, həc ziyarətin yerinə yetirməyə, öləndə mənim ümmətim kimi olaraq dünyadan getməyəcək, Yəhudi kimi dünyadan gedəcək. İlahi hüquqdur bir dənə. Vəlillahi alənnâsi hiccül beyt. Allah deyir, mənim bəndələrimin boynunda olan haqlarından biri də hiccül beytidir. Mənim evimi ziyarət eləmələridir. Bir nəfərin imkanı olsa, eləməsə Yəhudi kimi dünyadan gedəcək. Tərəf elə bilir ki, bu pul ki var 5.000, 3.000, saxlasa bunun var dövləti artacaq və pulunun üstündən azalmayacaq. Hətta Məkkə ziyarətindən imtina edir, xumsundan imtina edir, zəkatından imtina edir. Amma namaz da qılır. Mənası budur ki, bunun bütün əməlləri nə oldu? Batıl. Xumsuz çörəklə, xumsuz xalça ilə, palazla, evlə, divarla, daşla, kubiklə, kərpizlə namaz qılınsa nə olar? Batıl olar da, xumsuz evdə namaz batıldır yoxsa yox? Batıldır da. Elə bir fəqih olmaz desin ki, səhihdir. Qeybət-i suğradan üzü bu üzə gələn fəqihlərin hamısı deyiblər ki, batıldır. İndi bir nəfər də vermir. Və bəzən də elə başa düşür ki, bunu saxlamaqla özündə bir var dövlət saxlamış olacaq. Yoxdur belə bir məsələ. Həzrət buyurur, ya o paxılları görəcəksiniz ki, Allahın hüququnu əda eləməkdə səhlənkarlıq edirlər və bu səhlənkarlığı, hüququ ilahini əda eləməməkliyi var dövlətin artımı hesab eləyirlər. Elə bilirlər ki, pulları azalmayacaq bunların, elə bilirlər ki, bunların gəlirləri azalmayacaq. Amma əksinədir, insanın var dövlətinin artması və çoxalması, bərəkətlənməsi və insana ehtiyac qədər ödəyici olması bağlıdır insanın onu verənlə əlaqəsini kəsməməsindən. Yox, əgər kəssin, məlum məsələ ki, bərəkət də gedəcək, ruzu da gedəcək, müəyyən məsələlər. Baxın, bəzən insanlar görürsən, bir dənə məsələ var ictimaiyyət içində. Deyir, namaz qılmamışdan qabaq vəziyyətin bundan yaxşı idi, yəni maddi vəziyyətin. Namaz qılmamışdan qabaq vəziyyətin bundan yaxşı idi, indi namaz qılıram, vəziyyətin biraz da pisləşir. Namaz qıldıqdan sonra insanın vəziyyəti pisləşmir. Namaz qıldıqdan sonra insan yalnız rifaha gedə bilər, xoşbəxtçiliyə gedə bilər, düzlüyə gedə bilər. Həzrət Əmir əleyhissalam buyurur, İmam əleyhissalam, namaz hər bir xeyrin açarıdır, şərin yox, hər bir xeyrin açarıdır. Necə ki İmam Sadiq əleyhissalam buyurur, hər bir günah növbəti günah qapısını açır. Həzrət Əli buyurur, namaz da hər bir növbəti xeyrin qapısını açır. Bəs nətər olur ki, insanların maddi durumları bəzən namazdan sonra fərqlənir? Çünki insan namaz qılandan sonra biraz özünü yığışdırır. İnsan namaz qılandan sonra da qabaqçı kimi elə istənilən yerdən istədiyi formada alıb verə bilmir. Xumsun zəkatın fikirləşir. Və əlbəttə, bunların özündə də bir hikmət var. Heç də bir insanın çətinliyə düşməkliyinin mənası bu deyil ki, bu namaz qılır deyə pis bir iş gördü, buna bəla nazil oldu. Mümkün də Allah bunu istəyir, çətinliklərə salır. Allah bunu sevir, çətinliklərə salır. Allahın bu bəndəni tam təmizləmək fikri var. Tam. Bir dənə namazla yox. Da indi elə adətən bu cür olub da elə. Adətən zalimlar da namaz qılırlar. Qan içənlər də namaz qılırlar. Baş kəsənlər də namaz qılırlar. Adam öldürənlər də namaz qılırlar. Cəmaatın haqqını yiyənlər də namaz qılırlar. Fəhlənin haqqını yiyən də namaz qılır. Millətin qanını içən də namaz qılır. Bu da namaz qılandı da. Namaz, ona görə İmam Sadiq əleyhissalam buyurur ki, namaz bir dənə bəndənin bəndə olub olmamasında tərəzi rolu oynaya bilməz. Bir nəfərin namazına heç vaxt allanmıyor. İmam Sadiq əleyhissalam buyurur ki, namaz adətə də çönə bilər.
Elə gəlir gedir də, gəlir gedir. Birbaş gələndə çəkir, birbaş gedəndə çəkir. Meclisə gələndə birbaş çəkir, çıxanda da birbaş çəkir. Nə olsun bu da meclisə gəlir gedir də. Sadəcə ben burada cemaat namazı var, hə. Burada ya məsciddir də, yaxşı pərdədir də, üzdən də, qıraqdan heç kim ilişməz buna ki, bu namaz qılandır. Bir 5-10 manat girəndə al verilir, 5-10 manat çıxanda al verilir. Məsciddir də, kim bununla şübhələnəcək ki? Amma cemaat namazında qılır, cüməsində qılır bəzən. Bunlar meyyar ola bilməzlər bir insanın normal insan ola bilməsi üçün. Bir nəfər əgər bu cür bir iş görürsə, deməli Allahı tanımayım. Allahdan xəbəri yoxdur, namazdan xəbəri yoxdur. Odur ki, bəzən namaz qılandakı insanın qabağına çətinliklər çıxar, müəyyən məsələlər çıxar. Namazdan sonra, namazdan əvvəlki kimi ola bilmərsən. Niyə? Çünki sən namazdan əvvəlki kimi deyilsən. Yox, əgər fərqlənməmsənsə, onda heç namazın bir şey deyilsən. Əgər gəlmirsən namaza, elə qabaqçı kimi haram da satırsan, haram da alırsan, haram da verirsən, adam da adladırsan, yalan da danışırsan, işçinin pulunu gecikdirirsən, fəhlənin pulunu gecikdirirsən, borcunu adladırsan, sonunda namaza gəlməmsən, elə əyilib durmağa gəlmirsən ki, Peyğəmbər buyurdu ki, ümmətinin bəzi namaz qılanları qarğanın yerdən dənləməsinə bənzəyərlər. Allah bizi inşallah pənah versin. Allah'ın verir, öz Allahlığına xatir İmam Zaman Aleyhisselamın zuhurun təcil eləsin. Bismillahirrahmanirrahim.